Alışverişimiz, sohbetimiz, her sözümüz eski kanlarına. Məhəbbədə öz doğma evladlarını göstərmirlər, ay dünya. Göstərmirlər, nə olar? Nə olar, deyəm bir dənə bunu qoşum, görəcəm mən kamera ilə. Heç olmasa belə baxaram. Heç olmasa texnikadan başım çıxır. Məhəbbədin hər şeydən başı çıxır. Xüsusən də texnikadan. Ay ana, məni niyə belə texniksini doğdun, ay ana? Ay mama! İndicə televizorda Aygün Kazımobanı göstərirdilər. Dedi ki, hamını salamlayıram. Mən də dedim ki, onun salamını sənə çatdırım, mənə gəlim. Siz mənim məhəbbətimin nənəsisiz? Bugün ayın üçüdür de gülümden inay. Bugün ayın üçüdür de gülümden inay. Dediniz ayın üçüdür. Maaşlarınızı verin. Köpüğün ayın üçü değil, mahnını okuyuram prosto. Ne mahnı okursan? Hep demedim ki ayın üçüdür. Maaşınızı verin. Tezeler. Acıyırıqam. Sen söz ağzından çıkarıp gitti de ver de maaşımızı ver. Özün dedi ki bugün ayın üçüdür. Ver. Onu ver. Tezeler. Gel bura. Abi, Hadi artık etti yeri. Şükürlere göre de sağ ol. hayır o güller mən şey yapmışam, kızla görüşəsiyəm, evlənmək. Ağzına sözlenmeleri yeri. Bugün ayın neçesidir? 28. Allah yaxşı 3-4 güne gene maaşımızı verirsin. Bugün ayın üçüdür. De günümden Ama oğlum, mən məhəbbətin nənəsiyəm. Ay dünya. Ərrəndim, fırrandım, məhəbbətin başına da konsenka taxdın, hə. Məhəbbətim də kopya nənəsinə oxşayıb, o da sizin kimi elə incə-mincədir. Elə. Bilirsən nəsə? Başallı. Bu kimdir? Ay Tali, Cahandarla Cahan Durubun nənəsidir. Nərcis, Ənəs. Dəli qismət. Gör nə qəşək qızdır. Ay Ceyran xanım, bu qız mənə yaman tanış gəlir. Elə bil hardasa görmüşəm. Deyən görüm. Qismət, internetdən tapırsan bunu. Ha. Adı nədir? Səncə? Ayka, Yax, Gülka, yax. Nurka, Zulka, Ya. Malta. Ya. Adı bəs? Sərvinaz. Elşada da denən ki, onu çörək verdim, quyruq bıraxdı ya. Tutaram onun quyruğundan, bağlayaram cipin arxasına. Bütün şəhəri fırladaram. Onda bilər ki, Sərvinaz kimi. Verdin? Çəkil görüm o tərəfə. Çəkil görüm o tərəfə. Sən var məhəbbətin nənəsi o vaxt öləndə qəbristanlıqda yer də vermədilər. Axırda Şıxalı babamı sıxlaşdırıb kürə-kürəyə bastırmadıq mı? Sən nə məhəbbət? Dəmmə Hə? Ay? Bu əşkalini mənim balam siz qəbirstanlıqda bastırdı. Yox, mən deyirəm qəbristanlıqda bastırdı, dağın başında bastırdıq. Sonra da yol çaylarını dağı da partlatmadılar. Və mən Sevda fikir vermişsəm, o asfalt yolla gedəndə o beton yol var. Oradan keçəndə maşın sizə saygı duruşuna durur. Babalı Şıxalı babam. Mən məhəbbətin ata nənəsiyəm. Məhəbbətin nənəsi. Biz də sənin evlatların. Burada məhrəm yox. Bir başını aç, baxaq bir nənəmizin üzündən, gözündən öpək. Başını aç. Ay nənə, ay nənə. Əlini çək, ay nənə. Ay nənə, əlini çək. Ay nənə. Ay nənə. Ay, əlinizi vurun. Ay, babadır. Ay.
Üzr istəyirəm. Hə. Sərvinaz xanım. Qismət əmi, mən siz idiniz, eləmi internetdə mənlə danışan? Hə, qismət sənsən. Hə, ali şəkil qoymuşsunuz, amma belə də qəşəngsiniz. Hə, ay xətəkar. 3 gündür sən məni Facebookda elə bir sözlər yazırsan ki, heç mənim evlənmə fikrim yox idi. Amma o sözlərinlə sən məni laf fikrimdən daşındırdın. Necə idi o sözlər? O mərmər sinə idi, nə idi? Necə idi onlar? Mərmər sinən üstündə qızıl bir gül olardım. Zülfün tək uzandıqca öpərdim yanağından. Sən seyrə çıxan yerdə dönüb bülbül olardın. Hə, yaxşı, otur yerə. Ay, bu da pis vurayam. Ay, məhəbbət. Ay, oğul. Utanıb yerə girir, sən uşaqlarını görməkdən ötəri başına kasinka bağlıdırsan, xəyalət çəksən mi? Nə olmaq zapadırladır? Məhəbbət üçün işlə zapadırladır, başa düşsən? Bu yay mənim incə belli məhəbbətim, nazlı baxışlım. Nənən elə indicə buradaydı. Tez gəlsəydin görərdin. Haydi məni qınırsan. Yox, Qınırsan məni? Yox, qınırsan dedim abi. Bunun da özün öz dünyası var da, biz başa düşmürük. O dünyam var, bir dəfə gəlib çalmışam. Məhəbbət kameranı quraşdırdı. Gəl baxaq. Gözünü kameradan çəkmə. Qoy görək, bu məhəbbətin balaları, doğurçu uşaqlardır, yoxsa matroşkaya oxşayan bəsti məhəbbəti aldadır. Ay mama, düzdür, bəstim İudanın arvadından da betərdir da. Elə yox da, onu eləməz. Deyirəm az mağmun sana, mağmun. Ay məndən olub məni oxşamayan. Doğrudan mağmun sana sən. O bəsti var ha, o qaraşı. Qaynanası onu boşaltdırmasın deyə 2 il qarnında motal pendirin gəzdirdi ki, hamiliyəm. Mama talih gəldi. Kimdir Azad? Kimdir onun yanında sarıbaş? Ben görmez. Mama bana bax. Anan ölsün, bala. Bala, anan ölsün. Sən xoş deyirsən, toyuq pişirmişik. Kim pişirib? Anam pişirirsən, anam de. Delin anam pişirdi. Mən pişirdim. Allah, çox sevindim, çox sevindim. Pəcmüjdar oldum, var oldum. Gətir görək. Budundan, budlarından qoy ama. Gətirirəm. Qarışdırmışam, bilmirəm, o evdeyim, bu evdə axırda ortalıqda ac qalır. Aslından öl. Ne oldu? Talih, toyuğun bududur da. Bəyənmədin Talih? Yox, çox xoşuma gəldi, çox xoşuma gəldi. Çox, amma bilirsən nə yadıma düşdü? Mən incə dostlarımla oturmuşdum, 20 dənə xəncəl yedik, özdə o belə xəncəl 20 dənəsi yedim. Qarnım partili olsa çox xoşuma gəldi, həm də bu dırnaq çox uzundur, ağzımın mədəm zadını çırıqlayar. Hələ ömrüm, mən lazımam hələ buna, daya. Sonra bu pilikaladana başıma dönüm, belə olacaq. Xoşlamadın. Xoşladım, çox bəyəndim. Sadəcə şokundayam. Onu saxlayayım, birazdan yersin, hə? Hə, bayatsın sonra yeyərəm. Yaxşı. Şeydir bu, üzr istəyirəm, amma bu şəkildəki qıza oxşamsınız, siz. Bura ver görüm onu. Bu qızın nəyindən əskiyəm mən? Hə? Yox, heç. Olmaya gözün düşüb bu qıza? Sənin 2 gözlü bir də işdən çıxardaram, bildin? Salaram səni Hammerin qabağına, zığ yolundan düz aeroporta qədər sürüyərəm. Başa düşdün? Hə, bu məqsədim başa düşmüşsünüz. Nəsə sipariş eləyirsiniz? Şeylə,
Elə ona çağırırdı, şeydi, 2 dənə laxmacun, 2 dənə də şirə. Yaxşı gör, mən şirə dönmə. Şirə gətir, nə gətir? Qulaq asay qız. Oradan 2 tikə antrikot gətirirsən. 2 tikə qəşəng quyruq gətirirsən. Sonra 2 tikə ağac gətirirsən. Sonra quyruğunu qaraciyərə bükülmüş soçunu vəziyyətdə götürüb gəlirsən. Başa düşdün? Mənə bax. Vurursan. Mama, o sar başa bax. Mama yemeği gətirdi, Talih. İndi oturub yemək yiyəcəklər bir yerdə. Yiyərlər də, hə? Yeməyənin payını yiyərlər. Sən yemədin, o yiyir. Baba, mən əgər bilsəm ki, Talih bunu alıb, bu onun ikinci arvadıdır, məndən başqa da kimsə var. Mama, mən boşanacağım, həmin günü boşanacağım Talih. Yaxşı, sırıldamaz. Əlimdə bayraq eləyib bir şey ola ki, boşanacam. İndi rəqabət dövrüdür. O deyil, atan. Oylası var idi. Tanyası, Marşası, Nacası, hamısından var idi. Axırda kimin evindən 3 dəfə qaldırıb qoydular? Zərişan. Nerede pişirip öldürme istini hemen biri yemek yerler. Hacından duruyor. Ha bir şey Ha bir şey de yemir ya buna bak ha. Ben kendel yemiş ama bir şey sen ye. Bir şey yemir öldüm al şimdi bak mertine. Kalpası da saptı. Kalpası. Bu nədir pişirir, əl qabiliyyəti yox deyə bu qızım. Pişirir, gətirir, ye Talih, ye. Mən bilirdim, insan sonu soyan belə tüyür ətin solmuram mən. Bu Talih gəlsin, mən əgər onu 3 dəfə qaldırıb qoymasam, mən sənin qızın mətişdə öyrəm. İndi oxşadın ana zərnişana. Zəng el o yetimçiyə. Nasıl demişim şunu? Talih sənin zəng gəlir. Ya işten demem buna ne diyeyim ay ömrüm. İstəsən ver mən götürüm. Ver mən deyim ki yatır. Anne sen ona desen ki yatıp da seysendirip uyandırarlar evin içi sen bilir misin? İşte biraz harcı, bizi sırtır harcı adam yaşatmazlar. Yaşatmazlar. İsmət, Bəli. toyumuzu Həsən asalım. Deyirəm, bəlkə tələsməyək bir gözləyək də. Sən boş bekar adamsan, mənim işim gücüm var. Ay bala, bir dəqiqə deyən görüm. Al bunu, oğuzbas görüm. Toya qədər hansını istəyirsən, seçib taxarsan barmağıma. Mən ayın 3'ü 4'ü uçuram Kitaya. Oradan qəşəng bir kamaz təkər vururam. Başa düşürsən? Hə. Oradan da qayıdıb gəlirəm, gedirəm Almaniyaya. 2 maşın peyvə vururam. Ondan sonra da qayıdıb gəlirəm, saat elə 7'də başlayır da toy. Yeddidə toyu yola veririk, denən hə. 12'ye 1'e qədər qutarar toy. Yəqin ki. Ondan sonra da mən uçuram Çeçenistana. Orada bir qarışıq söhbət var. Deyəsən pulu vermək istəmirlər. O pulun da söhbətini həll edib qayıdıram. Bildin? Bir dəqiqə bağışlayın, hesabı verib gəlirəm. Otur kişə. Mən bu vaxta qədər heç kimin hesabı ilə çörək yeməmişəm. De görüm balayını harda gedək edeyim sənin üçün. Talih, baxırsan da videoya. Deyirəm, baxırsan videoya. Baxırsan. Bax, bu sarsaç qız var ya burada, bax bu sarsaç qız. Kimdir o, Talih? Hə? Fadime'dir. Fadime.
Talih, sən burada bu sarısaç qızla, bu xadimə ilə niyə belə oturmuşsan mehriban yanaşı, əl-ələ tutmuşsan? Niyə deyib gülürsüz? Sağ ol. Bir dənə. Ya, mən desəm ki, xadimə deyil, xalam qızdır. Körpəlikdən bir yerdə bölmüşük. Bacım qardaş, yəni bacı qardaşıq biz. Talih, sən xalan qızı Elə yoxdur. Sən xalan qızı yoxdur. Səninki xalan oğlu var. Mən ki xalam. Xalam da əlaqəsi olamır. Yalnız bir zəng eləm, hörmətsiz deyirdim. Mən özü kiçiyəm, onlardan bir arada zəng eləmək lazım. Talih. Bax, bilirsən mi? Qonşun qızdır, gəlib. Qonşun qız gəlib bizə. Bizim divanımızda uzanıb tevkülü. Mən... Sonra? Oğrudur. Aa, yox. Biraz çıxdı özümdə. Sonra? Fotomontajdır, video montaj. Uşağım. Biraz belə tanışmaq istəyirəm. Sən kömək eləmirsən, mən tək işləyirəm. Mən fikirləşirəm bir yerə qədər. Əllə verək köməkləşək bu məsələdən sonra. Yox, deyirəm bəlkə mən indi mamanı çağırım, mamanı. Mama! Gəlsin sənə kömək eləsin də. Mən Zərşən xalanın köməklərini çox görmüşəm. Dırmaşdırırım. Mənə lazımdır. Biz əl-ələ verib, ailəvi bu söhbətdən həm çıxırıq, həm də yararlanırıq da. Bu günümüz bax belə keçir. Məntiqli suallarla, zadla. Gəncliklərim yadıma düşdü, gəncliklərim yadıma düşdü mənim. İntellektual. Zeynə xalam, qardaşınam, sağ yalvarırım. Ayağının altında olun, bu Sərvinaz kimdirsə, çox belə vurub tutan arvaddır. Mənim canımı qutardı, mənim xətrimə, qardaşınam, yalvarırım. Nə xətir salırsan, hə? Nə xətir salırsan? Necə də utanıb ölüb yerə girmirsən insan, necə də sənin abrın hən yox, ağırbatdan qorxam. Bir dənə sənin qulağın sırqası çatmır qismət. Sən gərək burada yox, əyninə yupqa geyib Şotlandiyada yaşayaydın. Eşidirsən? Eşidim. Hə, zəhər zəqqutunda. Hə, başa düşdüm Zeynə xalam. Qarasından xahiş edirəm, günahız. Yalvarıram. Saqqız kəsim, gör neyinisən? Ay sağ ol, ay qismət bəyəxdən bunlar elə bir də özünə bir belə söz dedirtirsən, abır haya yaxşı şeydir. Nərgiz, Feryod. Sən burada. Verin, get. Mənim atamın elə bil... Əsgərdə olanda, öcək bacım, belə deyim. Anamın rəfqəsinin qızıdır. Tanımıram, təsadüfən evdə tutmuşam. Ümumiyyətlə, mən qız görmürəm orada. Mən Talih. Səhərliyim. Gəl səndən belə bir şərt kesək. Mən sənə kişi qızı kimi söz verirəm. Əgər sən boynu alsan ki, bu sənin ikinci arvadındır, bu sarıbaş. Bir daş altda, bir daş üstdə. Mama da bilməyəcək. Həyatımdan barışacağım. Yetər ki, boynu al. Çox hoşuma gəldin sən mənim. Çox hayatım gəldin. Baxın. Çok geldi. Kolay gelsin. Yok birincisi sen sakit durmayıp ne yemeyeceksin? Ben evin küsüyüm. Dağıtarım. Yaşatmarım sizi. Düz. Ya, indi sen evvel bunu... Tek günler ben bu evde kalacağım. Cüz günler orada yoksa cüz günler burada kalacağım. Tek günler ama pazar onunla. Pazar onunla. Naçtalıyım ben. Talih fərqi yoxdur. Fərq eləmir. 1-3-5 olsunlar. Əsas odur ki, boynu al. Onda sen bir tane an düşün. O benim ikinci arvadım olduğunu bilip qəbul edilirse bana qaşqalıq eləməyə, mən yanında iştikçimi qulluğumda duracaq. Ne diyeceğim o olacak. Söz verirsen. Söz. Deməli qaytaramda gedir. Az bu günlərində bölüb, cədvəlində tutub. Nəyi boynuna alsın, yazıq balam. Ben bir saat oldu. Ay Kürüha, oldu bratenik. Yani onlar elə belə şeylər də problem deyil, yoluna qoyacağım. Oldu. Deməli belə. Hə, işte. Balayımızı salıram ki birə. Sən gedərsən ora, mənim işim var. Bir 4-5 günə mən gələcəm. Rafaelə demişəm, səni orada yaxşı qulluq edəcək, bildin? Rafael arvadda kişi. Orada kişi olacaq da, və nə olmalıdır? Bayaqdan sizin söhbətinizə qulaq asıram. Sən mənim qızımla evli ola. Başqasıyla necə balayla gedərsən? Ay, arı. Qismət, Hadi. sən evlisənmi?
bura qaçdı az. Bu anası 16 yaşında gedən oğlu. Buradadır. Bura qaçdı. Ay yavaş. Yaxşı eləyirsiniz. Vurun. Alattırın beni. Haklısınız. Ay yavaş. Ay yavaş. Ay aman hadi. Ay yavaş. Azam çıkalım ben buradan. Ay öldüm. Ay öldüm. Ay ben kızım. Ay yavaş. Ay sen çıkalım yavaş. Ay bay. Ali bizi də alarsan. Dəli salırsan bizi. Mən indi sənə göstərərəm salamağı. Sancı zərmişan xala. Sancı zər. Az bayaqdan biz kimi döymüş. İki dənə uşağı qızımın yedəyinə qoyub, gəlib burada dişlərini antrikot çəkə-çəkə başqası ilə evlənməksən. Addan Juan! Qismət, bu nə məsələdir? Zeynə xala, mən gəldim. Neynədir, mama? Mama, neynədir? Eşinləri qoqulağın dibində. Kimə? Deyək bana. Onu vurdum, deyənim Zeynə. Keş yerine de yaxşı. Doğum evində dəyişdi, düşən. O bilinməyən ana bu çağır gəlsin. Gələndə o sarıbaşı da gətirsin. Görək bu nə məsələdir. Azyan şaxı. Görün mən nə təklif edirəm da. Bax 4 dənə fəslimiz yoxdur. Qışdır. Bu qış ölüdür da. Yəni bu ağaçlar şeydir. Həm də soyuq oradan halsız həvəssizdir. Yay da istidir. O da ölüdür. Mən deyirəm qış və yay fəslini gelim o bir sevdə qalım. Yaz və payız da o qanın oynayan vaxtı bu evdə qalıb. Nə deyirəm mən? Amma bunun danışmağa dili də var, danışmağa dili də var, bunun ne? Burada. Mən indi səni qaynar su töküb yandıraram. Ay, mən qanun qaynayarım. Yaşasın yerimdən gəlirəm. Elə. Öyle ya. Qalayalım bağlıcım. Mən nə tədlə gelim? Ağzım mən. Ay Qismət. Sənin arvadın uşağın da var iman. Hə, var. Hə. Kişisən. Xoşum gəldi səndən. Mən elə bildim sən maymağın zadın birisənmiş, hə? Sən o xoşum gəldi belə vurub tutan kişilərdən. Əsl mən deyən kişisən. Bir arvad orada. Burada da mən. Otur. Qalx otur, bir stolda da otura bilmirsən. İkisini birdən alır. Sən də ayrısın. Heç nəyə fikir eləmirsən, alimentdir, nə problemdir, hamısını bax mən özüm həll edəcəm. Bildin? Kef elə. Bir dəqiqə olar mən. Tez ol, nə deyirsən de. Mən kitaya gedib gələnə qədər bunu boşayırsan. Bildin? Tez. Zeynə xanım ne? Nədir? Zeynə xanım sen ne varsan? Neyin? Hadi həmələ gəlmədi, mən batdım, mənlə evlənəcək, öldüm tamam. Zəbutun nəyə ölürsən, səni də saxlayacaq, Nərgizi də saxlayacaq da. Nərgizi saxlayacaq. Mən gedim. Ay bir dəqiqə dayanığa girsən, qadasın, qurban olmuş ev çiğ. Qismət, bu variant alınmadı, keçək bey variantına. Nərgiz, əlini dəyiş qəbraları yığışdır. Yavaş söyleyeyim ben. Ağzıma hayır. Salam aleyküm. Ne tersiniz? Bəsdi xala, hanı sarıbaş? Bu değil buradadır. Koy çağırım gelsin. Ay bu böyle Gel bana sen başını dediğin dön. kim Gel o? görüm gel. Ay çınara alansam bela kulluk edecek. Ay boldurup bela altalıyor bela. Ay çürüdükleri ben kim o veresiyin. Deli kabin. Bu değil buradadır. Ay can. Hoşuma geldi bu sarıfım. Oğlanların oğlanı müebbet. Kim olacak? Bacımın əli. Kül sənin kişi başı var, məhəbbət. O sarısa sənmişsən. Zərincan xala siz mənə dediniz kameranı quraşdır. Mən də kameranı quraşdırdım dedim müəbbət də orada bir epizod düşsün də indi yadigar qalsın, əbədi xatirə qalsın. Həm də dedik Mədənət bacını bir balaca qıskandırar. Neyiniyib? Alam məni dünyaya pirikol gətirib də pirikol. Olmayaydı. Zarafat eləyir bizə. Hatta neyini? Söz siz beni sıkırsınız ha. Eşitler, dəsmal gətir.
Bu xarabanı dağıdacağım da çıkıl. Ben evi kişisi bu ne de? Salih. Ya öyle değil. Salih beni baxış istəmir. Bak istemiyorum. Ben bundan sonra bir hafta boşluk geleceğim. Pazar 2-4-6'da orada pazarda boğulursam orada. Bir hafta ümumiyyətlə cəzalandıram. Gelmeyeceğim ben gelmeyeceğim. Dəsmal getir dedim. Aslı hala. Hay can. Bak gördün. Kameranı buradan çıkarttım. Şimdi gedirəm mətbəxdən çıxardan. Elə mi? Sonra dəhlizdən çıxardacağım. Aslı hala bak sen dediğin kimi de məhəbbət başına sarı pariki taktı getdi. Zərvişan xala girə. Orada bir oyun oynadık mı? Məhəbbət öz aktyorluğun artistliğini gösterdi mi? Şimdi getir gaz kimi fıskıran məhəbbətin uşaqlarını candarını görsünler atasından fəxr eləsinlər. Bəli. Yaxşı. Bəli. Sən nə fəxr eləsinlər? Evet. Başına sarı parik taxan dədələri ilə fəxr eləsinlər. Elə mi? Ay Cahandarla Cahandur səni Şıxəli kimi, Şıxəli ay gör kimi deyiləm. Şıxəli kimi atın belində qılıncla, qalxanla təsəvvür eləyir. Bəli. Çok güzel. Ay dünya, ay fırlanan dünya. Məhəbbəti de fırlattın ay dünya. Sarı parikli matışka çık buradan ya. Yaxşı çıxıram, ay çıxıram. Anama demişim anam gəlir. O da gəlsin işimizə xeyir dua versin də. Nə işimizə xeyir dua? Sənin atan da mənəm, anan da mənəm. Başa düşdün? Düş qabağıma Şey- gedirsən. Düş qabağıma deyirəm getdin. Ay, Selmin az. Hoş gör yaz. Oralarda sana dövüş. Az. Kullanandan adam zat saymırsan. Ne bilirsin, tadını qazat bilmirsən. Ha, da, qaz. Xanım. Kimdir səni zorla zaksa aparan evlənmək istəyər? Deyinən, iki gözüm bir deşikdən çıxardım. Qoyma ucunu bimar edir. Ay yox, bir dəqiqə. Ay Zənnişan xanım, elə mən həmən adamı gördüm, yoldum saçını yola saldım. Düzdür. Hə, bəs nə? Sağ olsun. Yola saldı. İndi durup gedirdi, tələsirdi. Allah köməyiniz olsun məni bu bəladan. Pardon. Hoş geldin. O da bilmir ki, mən onun quyruğundan tutaram. Bütün... Amma 3 gündür sən məni Facebookda... Vurursan. İndi yox. İş vaxtıdır. Qabaqdakını aç. Vurdum indi neymiş? Geç otur. Hə? Vurdum indi neymiş? Geç geç. Gösterine bak. Kimdi o? Ben öyle. Videoya baxırsan. Talih. Hadi. Oradan beri tamam. Kimdir ki? Kimərdir? Sən əsə Talih. Sonra. Beş. Elini çek, aynen. Aynen, elini çek. Aynen. Aynen. Yok. Ne tanıdık ne? Vay. Ay, abala, bir dakika pis buraya ya. Abala. Nerede? O düz gelme bir de bakayım canım.
Bunu mu gelmeyeceğim? Ana dur! Ana dur!